Hazreti Peyğəmbər buyurur ki, kullu mevludin yuledu aləl fitreti. Hər bir kəs, hər bir insan öz fitrətində dünyaya gəlir. Tək Allahlılıqda dünyaya gəlir. O həmin fitrəti Peyğəmbərimiz bizim üçün açıqlayır. Buyurur ki, həmin fitrət nədir? Buyurur ki, əl-mərifətu Allahı tanımaqdır. Bi-ənnəlləhə əzzə və cəl xaliquhu. İnsan bilir ki, onu yaradan Allah var. O mərifət üzərində insan dünyaya gəlir. Kəzalikə qavluhu habilə Allah Taala'nın bu sözü kimi ki, və ləin səəltəhum. Əgər insanlardan belə bir sorğu keçirilsə, necə məsələn günümüzdə olur da, jurnalistlər, müsahibə alırlar yolda cəmaatdan bir-bir. Elə bu sözü soruşsalar cəmaatdan. Soruşsalar ki, وَلَئِنْ سَأَلْتَهُمْ Allah Teala buyurur ki, əgər onlardan soruşsalar ki, مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ Göyləri və yeri kim yaradıb? Hələ bu sualına. Hələ cəmaatdan soruşsalar ki, مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ Göyləri və yeri kim yaradıb? Hamı yekdilliklə bu cürünə deyərlər ki, لَيَقُولُنَّ اللّٰهِ Allah yaradıb. Allah yaradıb.